Salam. İndi isə çoxluq mövzusuna baxacağıq. Yəni blokda olsun, buraxışda olsun fərqi yoxdur. Nə qədər çətin düşsün, yəni çoxluq yazmaq olur da. Sadəcə düzgün yanaşmaq lazımdır. Yadınızda saxlayın. Ən çıxılmaz vəziyyətdə Euler-Venn diaqramını yadınıza salın. İndi baxaq birinci sualdan yaxınlaşdıraq bir baxmağa. Deməli birinci sualda deyir ki, İfadelerden hansı iştirixlənmiş hissəni müəyyən edir. Bu şifahi sualdır. Gəlin fikir verək. Hazır şəkildə şəkil var da. Bu şəkilə əsasən, bax fikir verin, iştirixlənmiş hissə təkcə B-yə aiddir. 100% B-dən çıxarsan. İndi B-dən həm A-dan ortaq olanı çıxırsan, həm də C-lə ortaq olanı çıxırsan da. Deməli elə mən B-dən A-la C-nin nəyə çıxmalıyam? Birləşməsin. Həm A getsin, həm də C getsin. Ona görə düzgün variant A variantı olar. Növbəti ikinci suala baxıram. Bu da iştirixlənmişdir. Deyir ki, bax fikir verin, iştirixlənmiş hissələrini ifadə eləyin də. Burada həmin o üçbucaq C-nin dairələrlə ortaq olan hissəsi, yəni C-nin həm A-la, həm B-lə, həm də D-nin ortaq hissəsini götürməliyik. Buna əsasən nə cür yanaşa bilərik? Bax mənim ilk ağlıma gələn, cavaba görə işləmirəm. Bax C kəsişmə A, sonra əlavə birləşdirəm C kəsişmə B. Ola bilər cavab belə verər də C kəsişmə bir də D. Hər birinin C-nin kəsişməsini götürərəmsə, C-nin kəsişməsini çıxardıram çölə. Deməli A-nı da, B-ni də, C-nin də, daha doğrusu A-nın da, B-nin də, D-nin də birləşməsini götürürük. Yəni A, B, D hamısı götürülür, amma C-lə ortaq olanları seçilir də kəsişməsi. Ona görə düzgün variant burada C variantı olacaq. Növbəti üçüncü suala baxıram. Üçüncü sualda isə diqqətlə fikir verək. İfadelərdən hansı iştirixlənmiş hissəni müəyyən edir? Gəlin uşaqlar baxaq. Bax burada əslində bax B çıxısı C, B-dən elə bir ki C ilə ortaq olanı çıxsan, bu sənin cavabındır. Sadəcə olaraq ora A-nı əlavə etməliyik də biz. İndi fikir verin, B A-nın açıqlığı deyil. Elə B A-nın açıqlığı olduğuna görə B ilə A-nın kəsişməsi elə nəyə bərabərdir? B-yə. Onda belə çıxır ki, elə B-nin yerinə gətirib B kəsişmə A-nı yazmaq olar da. Sadəcə olaraq A-nı əlavə eləmək istəyirəm. O da B kəsişmə A çıxılsın C. Bu da hansı variantdır? C variantı. Yəni A kəsişmə B fərqi yoxdur burada. Növbəti dördüncü suala baxaq. Dördüncü sualda sadədir. Diaqrama əsasən açıqlığının elementlərinin sayını tapın. Bax burada A ilə B-nin kəsişməsi 2 dənə verib. A ilə B-nin birləşməsin 10 dənə verib. B-nin özünün elementlərinin sayını isə 7 dənə verib. Deyir açıqlığın elementlərini tapın. Uşaqlar burada düsturu var. Bu düsturu əsasən işləyə bilərik. Nə mənada? Məsələn, Euler-Venn diaqramını çəkib daha aydın şəkildə göstərə bilərik. Bax uşaqlar, mən A-nı da B-ni də toplasam, bax birləşmə N A birləşmə B bərabərdir N-A üstə gələk N-B-yə. Burada A ilə B-ni ayrı-ayrıqda toplayanda bax bu ortaq olanlar var ha, deyə bu ortadakılar. Bunlar, yəni kəsişməsi həm A-nın içərisində gedir, həm B-nin içərisində təkrarlanır deyə 2 dəfə. Ona görə kəsişmənin sayını çıxacam ki, qoy ortaq elementlər 2 dəfə təkrarlanmasın. İndi bu düsturu aldıq. Buna əsasən də indi birləşmə 10'dur. 10 bərabərdir. A-nın elementlərini bilmirəm. X deyirəm, elə onu soruşur. B-nin elementləri 7, kəsişməsində 2 verib. İndi buna əsasən x plus 5 bərabərdir 10'a. Buradan da çıxır ki, x-in qiyməti 5 imiş. Deməli, A-nın elementlərinin sayı 5. Düzgün cavab A variantı olar. Növbəti 5-ci sual. Bu da bax düsturu təkrarladır. Nə qədər asan da olsa da, yəni düsturları təkrarlamış oluruq da. Uşaqlar, burada N A çıxılsın B bərabərdir 5'ə. N A birləşmə B bərabərdir 17'yə. N B çıxılsın A isə bərabərdir 9'a. Gəlin fikir verək burada uşaqlar. İndi yenə də Euler-Venn diaqramını çəkib bu düsturu isbat edəcəm.
Bax, A çıxaq B təhcə A-ya aid olanlarda bura 5 yazıram. B çıxaq A isə təhcə B-yə aid olanda burada 9 yazıram. Bizdən kəsişməsini soruşur. Kəsişməsində də x deyirəm. Deməli, bu üçünün cəmi elə A ilə B-nin birləşməsini verər də. Buna əsasən də n A birləşmə B, bu düsturu ispat eləmiş olduq. Bərabərdir n A çıxılsın B. Yalnız nəyə aid olanlar uşaqlar? Qoy bunu sərgəli şəkildə yazaq. N A birləşmə B bərabərdir n A çıxılsın B, yalnız A-ya aid olan. Üstə gələk n B çıxılsın A, yalnız B-yə aid olan. Bir də üstə gələk kəsişməsi. Burada kəsişməni əlavə edirik. Çünki burada mən yalnız A-ya aid olanı, bir də ki, yalnız nəyə aid olanı yazdıq, B-yə aid olanı. İndi birləşmə 17-dir. 17 bərabərdir 5, üstə gələk 9, üstə gələk x. Buradan x bərabərdir 17 çıxılsın 14. X də bərabərdir 3-ə. Deməli, bunların kəsişməsi 3 dənədir. Düzgün cavab A variantı olar. Növbəti 6-cı suala baxıram. 6-cı sualda A çoxluğu deyir ki, A çoxluğu x kvadratı çıxılsın 12 üstə gələk 24 bərabərdir 0 tənliyin köklər çoxluğu. B çoxluğu isə 7-dən kiçik mürəkkəb. Bax, fikir verin, 7-dən kiçik mürəkkəb ədədlərdir. İndi buna əsasən, bax, fikir verək, tənliyin kökləri yuxarıdakı hasili 24 cəmi 10 eləyən ədədlər. 12 ilə 2-dir. 12 ilə 2 yox, daha doğrusu 12 ilə 2 desək, burada cəm uşaqlar neçə olmalıydı? 14. Burada 6 və 4-dür. Hasili 24 cəmi 10. Deməli, burada 6 və 4-ü götürdük. Aşağıda isə B çoxluğunda 7-dən kiçik mürəkkəb ədəd. 7-dən kiçik mürəkkəb ədəd elə 4 ilə 6-dır da uşaqlar. Onda buradan aydındır ki, A B-yə nə imiş? Bərabər. Bu qədər rahat. Növbəti 7-ci suala baxıram. 7-ci sualda da deyir AB çoxluqları üçün A kəsişmə B bərabərdir 3, 9, 12. N A birləşmə B bərabərdir 12. N A çıxaq N B bərabərdir 7 olarsa N A-nı tapın. Bunun da en gözəl yolu Euler Venn diaqramını təsvir etməkdir. Sadəcə olaraq buradan bax N A nəyə bərabərdir uşaqlar? 7 üstə gələk N B-yə. Deməli bunların fərqi 7-dir də. İndi burada 2 dənə çoxluğumuzu çəkirik. Biri A çoxluğu olsun, biri də B. Bu kəsişməsinin elementlərini verib 3, 9, 12. Mənə burada say önəmlidir. Sadəcə olaraq burada indi 3 dənə elementi yazacağım bura 3 kəsişməsinə. Nəyə fikir verməliyik? İndi A-nın elementlərini bilmirəm, nə də B-nin elementlərini bilmirəm. B-nin elementlərini x deyirəmsə, A-nın elementləri ondan 7 vaid böyükdür də. Onda x plus 7 olur. Biyaqların bir düstur dedim. Bunları ayrı-ayrı toplasaq, geri ortaq olanları çıxaq ki, birləşməni versin. Bu düsturu bir daha yazacağım. N A birləşmə B bərabərdir N A. Üstə gələk N B. Çıxılsın N A kəsişmə B. Bu düstura əsasən birləşməni özü verib də 12-dir. 12 bərabərdir. X plus 7 bu A-nın elementlərinin sayıdır. B-nin elementlərinin sayı isə x-dir. Kəsişməsi isə 3-dür. Buna əsasən indi 2x üstə gələk 4 bərabərdir 12-yə. Buradan da x-in qiyməti çıxacaq 4. İndi x 4 çıxdı. A-nın elementlərinin sayı da 7 vaid böyükdür B-dən. O da 4 üstə gələk 7 eləyəcək 11. Düzgün cavab oldu 11. Yəni düzgün cavab A variantı. Sonra 8. A-nın elementləri uşaqlar 7-dir. B-nin elementləri isə 5-dir. Və deyir ki, A ilə B-nin kəsişməsi
boş çoxluqdan fərqlidir. Deməli, ən azından bir dənə də olsa kəsişməsi var. Onda bunların kəsişməsinin ən kiçik qiyməti 1 qəbul olunacaq. Ən azından bir dənə var. Ən böyük qiyməti isə BA-nın ad çoxluğu olanda olar. Çünki B-nin elementlərin hamısı A-nın içərisində olsa, maksimum kəsişmə elə B-nin sayı qədər ola bilər də. O da 5 dənə. Deməli, ən böyükdə neçə eləyir? 5. 5 dənə də biri toplayıram, eləyir 6. Deməli, düzgün cavab 6 olar. Növbəti 9-cu suala baxıram. 9-cu sual da uşaqlar, bayaqlarım yazdığımız 7 kimidir. Yəni, vaxt itirməyək. Keçək. 10-cu sualda oxuyaq. 10-cu sualda deyir, bax, indi yaxşı onu yazım. Sadə sualdır. Deyir, A çoxluğu 15-in natural bölənlər çoxluğu. 15-in natural bölənləri 1, 3, 5. Bir də 15-in özüdür. B isə ondan kiçik sadə ədədlər çoxluğudur. Ən kiçik sadə ədəd 2-dir. Sonra 3, 5, 7. İpsu. İndi burada deyir, bunların kəsişməsini tap. Bunların da kəsişməsi elə B variantıda 3-lə 5 olacaq. Baxaq 11-ci suala. A bərabərdir 20. Bax, A'nın elementlərin sayı 20-dir. B'nin elementlərin sayı 14-dür. Birləşməsi 24-dür. Bayaqlarımda dedim ki, bu düsturu əzbərləmək lazımdır ki, əgər diqqətlə baxmısınızsa, ehtiyac olmayacaq bir də düsturu yazmağa. Birləşməsi bərabərdir 24. 24 bərabərdir. Bunların ayrı-ayrı toplasam, ortaq olanları 2 dəfə deyirəm. Ona görə ortaq olanları kəsişməsini çıxmalıyam. Elə x onların kəsişməsidir. Buna əsasən də x bərabərdir 34-dən çıxacaq 24-ün, x-də qalacaq 10. Bu qədər sadə. Növbəti 12-ci suala baxaq. Deyir ki, 12-ci sualda deyir 0, 1, 2, bax 0, 1, 2, nöqtə, nöqtə, 9. Çoxluğunun 4 elementli neçə ad çoxluğu var? Deməli, mən buradan, bax burada neçə dənə verilmiş ədəd var? 10 dənə, düzdür? 0-dan 9-a kimi 0-da daxil olmaq şərtinin 10 dənə ədəd var. İndi burada çoxluğun 4 elementli neçə ad çoxluğu var? Bunu uzun-uzadı yazınca, bax burada uşaqlar kombinizonla istifadə edirik. Kombinizon 9-undan yox, 10-undan neçə seçəcəyik? 4. Çünki deyir 4 elementli neçə ad çoxluğu var? 10-undan 4-dür. Bu da 10 faktorial bölünsün, ondan 4'ün çıxıram, 6 faktorial vurulsun 4 faktorial. Açılış veririk, 10 vuraq 9, vuraq 8, vuraq 7, vuraq 6 faktorial. 4'ü məcbur açacağım, 4 vuraq 3, vuraq 2, vuraq 1. 6 faktoriallar gedir, 3 vuraq burada 2 ilə 4-ün asıl 8 eləyir, 8 aparır. 3 ilə də 9 aparıram, 3 qalır. Yerdə qalacaq 10 vuraq 3, vuraq 7. Bu da eləyəcək 210. Yəni düzgün cavab 210 olar. Növbəti. Burada yenə bu 13-cü sualda, sadə sualda, eyni tip işlədik. Keçək fərqli gəzəkdə, yəni eyni tipləri nə qədər işləmək olar? 14-cü sualda deyir ki, A'nın elementləri uşaqlar aydın şəkildə verib də. Bunun çoxu şifahi şəkildə həll eləmək olar. A'nın elementləri 1, 2, 3, 4-dür. Bax, B'nin elementləri 3, 4, 6, 9, 10-dur. C'nin elementləri 5, 6, 7, 8, 9-dur. Burada gəlin ilk öncə A ilə B-nin birləşməsini tapaq. A ilə B-nin birləşməsini tapsaq, bu eləyəcək 1. Bütün elementlərin A-da B-də olanların hər birindən bir ədəd yazacağım da. 1, 2, 3, 4, 6, 9, 10. Bu oldu bunların birləşməsi. Bundan B ilə C-nin kəsişməsini çıxacağım. B ilə də C-nin kəsişməsi ortaq olanlar uşaqlar. 6'dır, bir də ki 9'dur. 6 və 9'dur. Deməli, B ilə C-nin də kəsişməsi oldu 6 ilə 9.
İndi B'dən də, buradan da indi bunları çıxanda ortaq olanları da üzərindən xətt çəkirəm. Yalnız A-nla B-nin birləşməsinə qalan elementlər yazılır. 1, 2, 3, 4, bir də 10. O da düzgün cavab Y variantı olar. Növbəti 15-ci suala baxıram. 15-ci sualda da maraqlı bir model sualıdır. Deyir A, B-nin alt çoxluğudur. NA üstəgələk NB bərabərdir 26 olarsa, B çoxluğunun ən az neçə elementi var? Uşaqlar, orada şərt deyir ki, AB boş olmayan və bir-birindən fərqli sonlu çoxluqlardır. Bir-birindən fərqli sonlu çoxluqlardır. Fərqli nə demək? Yəni bunlar bərabər deyil. B, uşaqlar, o vaxt ən kiçik qiymətini alar ki, bax, özü deyir ki, AB-nin alt çoxluğudur da. İstənilən çoxluq özünün elə alt çoxluğudur. Məsələn, 26 burada bax, A da 13, B də 13 olsa, yalnız elementlərin düzülüşünə görə fərqlənə bilərlər də. Elementlərin düzülüşünə görə fərqlənsə, yəni özünün alt çoxluğu olur. Yəni A-B-nin alt çoxluğu sayılır. Onda B-nin ən kiçik qiyməti 13 olar. Amma mənə deyir ki, bir-birindən fərqli. Onda burada bir-birindən fərqli deyirsə, bu 13 variantını götürməli deyilik. Bu zaman B-nin elementlərin bir vahid artırsam 14 eləsəm, A-nın elementləri olacaq 12. B-nin mümkün ən kiçik qiyməti neçə ola bilər uşaqlar? 14. Düzgün cavab Y variantı olar. Növbəti 16-cı suala baxıram. 16-cı sualda turistlərin deyir ki, 15'i Alman dilini, 20'si İngilis dilini, 6'sı isə hər iki dili bilir. Burada 2 dənə çoxluğumuz çəkirik. Alman, bir də İngilis. İndi 15'i Alman dilini, 20'si İngilis dilini, 6'sı isə hər iki dili bilir. Ortaya altını yazıram. Alman dilini 15 nəfər bilirdi, İngilis dilini də 20 nəfər. Onda Alman dilini yalnız bilən 9 nəfərdir, İngilis dilini yalnız bilən isə 14 nəfərdir. Deyir, neçə turist var? Bu üçün cəmləri edərəm də. 9 üstə gələk 6, üstə gələk 14. O da eləyəcək 29. Düzgün cavab Y variantı. Uşaqlar, və yaxud da düsturla da deyirəm. 15 ilə 20-ni toplayıb 6'ını çıxa bilərdik. Yəni, ayrı-ayrı olanları, sayları toplayıb ortaq olanları çıxmalıyıqdır ki, təkrarlanmasın. Müxtəlif şəkildə yanaşa bilərdik. İndi növbəti 17-ci suala baxıram. 17-ci sualda NA kəsişmə B bərabərdir 5. N A çıxılsın B isə bərabərdir 10 olarsa, NA-nı bizdən soruşur. Gəlin fikirləşək. Bir dənə sadəcə olaraq eləyir Venn diaqramını çək. A ilə B-nin kəsişməsi 5 dənədir. Açıq B yalnız A-ya aid olandı 10 dənədir. A-nın elementlərin sayını soruşur. 10 ilə elə 5'i toplasam eləyəcək 15. Bu qədər sadə. Yəni düzgün cavab olacaq A variantı. Növbəti 18-ci suala baxaq. 18-ci sualda bayaq yazdığımızda vaxt itirməyəcəm. Aha, 19-da 19'da da bax şifahi şəkildə deyirəm. Kəsişməsini deyir. Tab ayrı-ayrı elementləri verib 20 ilə 14'ü toplayıram. Eləyir neçə uşaqlar? 34. Düzdür? 34 eləyir. Mən birləşməsi də 24'dür də. Təkrar ortaq olanları çıxmalısan da. Birləşmə nəyə bərabər idi? Ayrı-ayrı sayların cəmindən ortaq olanı çıxmalıyıq. Onda kəsişməsi 10'dur da. Düzgün cavab A variantı olacaq. Növbəti 20-ci suala baxaq. Məktəbdəki 100 şagirdin 75'i riyaziyyat. Deməli burada uşaqlar, məktəbdəki deyirsə, bax məktəb çəkirik, bir dənə çoxluq, böyük çoxluq məktəb çoxluğudur. Və bunun içərisində riyaziyyat və tarixə hazırlığa gedənlər var da. Bir riyaziyyat çoxluğu var, bir də tarix. 75'i riyaziyyata gedir, qıraqda yazıram. Riyaziyyat 75, tarix isə 60. Deyir onlardan 55'i hər iki dilə gedir. 55'i yazıram ortaya. Bax, indi gəlin fikirləşək. Onda yalnız tarixə gedən neçə nəfərdir? Təbii ki, burada yalnız tarixə gedən 5 nəfər qalır. Yalnız riyaziyyata gedən isə 20 nəfər qalır. İndi bunları da toplasaq, bu həm riyaziyyata həm tarixə gedən, ümumiyyətlə hazırlığa gedən eləyəcək 80 nəfər. 80 nəfər hazırlığa gedirsə,
Onda uşaqlar 100 nəfər idi axı bu məktəbə gedən. İndi neçəsi qalır qıraqda? 20 nəfər. İndi deyir təsadüfən seçilmiş şagirdin əlavə məşğələlərdə iştirak etməyə şagird olması ehtimalını tap. Təbii ki, P bərabərdir. 100-dən neçəsi uşaqlar? 20-si. O da 0,2 olar. Yəni düzgün cavab D variantı olacaq. Növbəti 21-ci suala baxaq. 21-ci sualda mənə deyir ki, A çoxluğunun elementlərinin sayı 23-dür. B çoxluğunun elementlərinin sayı 11-dir. Onların ortaq elementlərinin sayı 4-dür. Bu çoxluğun birləşməsindən təsadüfən götürülən bir elementin ortaq element olması hadisəsinin ehtimalını tapın. Bax uşaqlar, əvvəlcə biz birləşməsini tapmalıyıq. Birləşməsini tapmalıyıq. Yəni A ilə B-nin birləşməsini taparkən bir yaxda təkrar deyirəm ki, əzbərləyək. NA üstə gələk NB. Bunlardan çıxacaq ortaq olanları ki, təkrarlanmasın. İndi buna əsasən 23 üstə gələk 11 çıxılsın 4. Bu da qalacaq 30. Deməli birləşməsi 30-dur. Deməli neçə dənə elementin, bunların elə ki deyir birləşməsindən təsadüfən götürülmüş. Birləşməsi 30 deyil. Deyir bir elementin ortaq element olması. Ortaq da 4 dənə idi də 30-da neçə eləyəcək ehtimalı 4. Bu da ixtisar gedir 15-də qalır 2. Yəni düzgün cavab D variantı. Baxaq görək sonra hansı sualları var. 22-ci sualda şifahi sualdır uşaqlar. Qəşəng bir, maraqlı bir sualdır. Burada da fikir versək uşaqlar. Burada biz elə bir ki, B ilə iştiqlənmişsə 100% B ilə C-nin kəsişməsidir. B ilə C-nin nə idi? Kəsişməsi. B ilə C-nin kəsişməsini götürürük. Lakin nəzərə almalıyıq ki, B ilə C-nin kəsişməsindən sən A-nı çıxmalısan. Çünki A ilə ortaq olan hissəsi A-dır. Bu da hansı variantdır? A variantı. Növbəti 23-cü suala baxaq. 23-cü sualda isə bu burada ilə yazaq. Deməli, A və B çoxluqları üçün N, A birləşmə B bərabərdir 20. Onların N, A kəsişmə B-nin elementlərinin sayını verir. Burada kəsişməsi, bax, fikir verək uşaqlar, elementləri verirdi. 5 dənədir də. Deməli, bunların kəsişməsinə 5 yazarıq. İndi bizdə burada fikir versək, çoxluq çəkirəm. A çıxaq B ilə B çıxaq A-nın cəmini soruşur. A çıxaq B yalnız A-ya aid olandır. B çıxaq A da yalnız B-yə aid olandır. Burada görə məntiq işə düşməlidir. Fikir verək. Bunların kəsişməsi 5 dənədir. Bura 5-i yazsam. Bunun topasından, birləşməsindən, 20-dən. Bu kəsişməni çıxsa, yalnız, bax, ortaq olanlar gedəcək, yalnız A-ya və B-yə aid olanlar qalacaq da. Ortaq olanlar gedir, təhcə A-ya aid olan, bir də B-yə aid olan qalır. 20-dən 5-in çıxıram, bu da qalır 15. Deməli, düzgün cavab 15-dir. Burada məntiqlə təyin eləyə bilək. Düzgün cavab B variantı olacaq. Növbəti burada 21-ci, daha doğrusu 24-cü suala baxıram. Burada isə düstura yenə əsasən bir yaxda deyirəm. Bunların, bir də təkrar deyirik ki, ayrı-ayrı topladıqda ortaq olanlar təkrarlanır deyə, ortaq olanları çıxıb birləşməsinə bərabər götürəcək. Bərabərdir bunların birləşməsinə. Bu da x də buradan çıxacaq ki, 10-dur. Bir yaxdanın gör neçə dəfə bu sual təkrarlanıb. Deməli, bu sualların da təkrar düşmə ehtimalı daha çoxdur oxşarla. Düzgün şəkildə analiz eləmək lazımdır və kifayət edir. 25. Biri digərinin ad çoxluğu olmayan A və B çoxluqları üçün bunların birləşməsi A birləşmə B-ni verib 12. Kəsişməsi isə 4 olarsa B çoxluğunun ən çox neçə elementi olduğunu deyir tapın. Deyir, biri digərinin ad çoxluğu olmayan A və B çoxluqları üçün. Biri digərinin ad çoxluğu olmayan. İndi bir çoxluğu çəkirəm. Nağda bunların kəsişməsi 4-dür. Biri digərinin ad çoxluğu deyilsə, gəlin fikirləşək də bunların birləşməsi 12-dir, eləmi?
Bunların biri digərinin açıqlığı deyil də. Deməli A B-nin içərisində ola bilməz və yaxud B A-nın içərisində ola bilməz. B çox olmağı üçün A nə qədər az olsa, B bir o qədər çox olacaq da. Çünki birləşməni verib 12. Onda yalnız A-ya aid olan neçə dənə yazırıq uşaqlar? Bir dənə. B-yə aid olanda 1x deyirəm. Görüm onda ən çox neçə eləyə bilər? A ən azından nə bir şey, yalnız A-ya aid olan bir dənə olur. Bir də kəsiməsi 4, 5 dənə olur. 1 üstə gələk 4, üstə gələk x bərabərdir 12. X də buradan çıxacaq 7. 7 elədi. Yalnız B-yə aid olan 7-dir də. Onda B-nin elementlərinin sayı 7 ilə 4-ün cəmi eləyir 11. Yəni düzgün cavab B variantı olur. Bu qədər sadə. Heç nə uşaqlar, uğurlar davamlı şəkildə atacağım. Yəni dəstək olmağı da unutmayın. Sağ olun.